Mikrofonu üzünüz göstərilmir və səsiniz eşidilir. Buyurun. Sizə bir xəbər vermək istəyirəm. Hazırsınız? Qızınız Türkiyəyə getmir. Xeyr. Kürəkəniniz pis vərdişlərin, yəni narkotik istifadəçisi filan deyildir. Zəhmət olmasa mikrofona deyil. Xanım, sizin dünən səsiniz gedib efirə. Ay xanım, mənim suallarıma cavab verin. Bu nə deməkdir? Burada sizin qızınız yoxdur. Siz hələ bilmirsiniz ki, o həyatdadır, ya həyatda deyil. Yəni sizin qızınızın taleyindən söhbət gedir və siz bir anasınız. Siz anasınız Sevinç xanım. Bir ana olaraq qızınızdan narahat deyilsiniz. Mikrofona zəhmət olmasın. Sizi çıxmayın da, demirsiniz üzüm görsənməsin. Çıxmayın, niyə çıxırsınız? Hə. Mikrofon zəhmət olmasa mikrofona deyil. Yox, getmir. Çünki indi aşağı tutmusunuz, getmir. Qaldırın ki, belə tutun, belə zəhmət olmasa səsiniz geçsin. Bu sizin qızınızdır, mənim deyil. Siz zəhmətkeş bir qadınsınız və borcunuz da yoxdur ki, nəviyə baxasınız. Ümumiyyətlə, nəyin ki sizini heç bir qaynana, qaynata, ana, ata, üzr istəyirəm, əziz tamaşaçılar, bəlkə bu sözə görə məni qınayacaqsınız. Amma heç bir baba, nənə borcu deyil ki, götürüb nəvəyə baxsın. Yəni, düzdür, mənim özüm də indi deyirəm, gətirib uşağı atıbsa üstünə, apar sığınacağa ver. Baxa bilmirsən, apar uşaq evinə ver. Amma burada durub o ananı və atanı, bu qadın olmasın, başqa biri olsun, mən olum. Qınaya bilməzsiniz. Uşağa anası baxar, uşağa atası baxar. Yaşlı insanlar bu günləri, nəyin ki Sevinç xanım? Gəlinlər atır, oğullar atır uşağı, nənənin, babanın üstünə, sonra da yox olurlar. Və nənə, babanı da hələ qınayırlar ki, sen bizim uşağımıza niyə baxmadın? Başa düşmədim. Onlar niyə baxmalıdır? Sizi böyüdüb boya başa çatdırıblar ki, onların gələcəkdə əlindən tutasınız yaşlı vaxtında, yoxsa yerlərə vurmayasınız, utandırmayasınız, necə bu qadın indi utanır. Deyirək, üzüm görsənməsin. Çünki onun da tanıyanı var da. Dostu var, düşməni var, düz deyil mi Sevinç xanım? Qızınla bağlı xəbərim var, hazırsan. İnanırsan qızın həyatdadır. Mənim bugün sizə verəcəyim xəbər bir şokdur. Mən dünən dəhşət içərisindəydim. Açığı sizə bir söz deyim, mən indi bir video göstərirəm. Qızınız onu xeyli müddət əvvəl paylaşıbdı. Mən inanmıram ki, o videonu, hətta Şahin indi göstərin, qoynana da baxsın. O videonu paylaşan qadın uşağını atsın. Verin o videonu. Ne rengi ne dili vardır. Ciğerin parçası gibidir. Ne zaman koklasan sana hep süt kokusu gibi gelir. Bunu sizin qızınız paylaşıbdı. Eşitdiniz mi orada nə deyir? Kiminsə sözünün üstündə, uşağın şəkli üstə kiminsə sözü. Övlad qoxusu cənnət qoxusudur. Siz qızın həyatda olduğuna inanırsınız? Düzün deyin ama mənə. Sevinç xanım. Sual verirəm sizə, qızınızın həyat yoldaşı, yəni evləndiyi, ailə qurduğu, toylu, düğünlü getdiyi Türk vətəndaşı var da, tır sürücüsü, Kadir Yusuf, onun narkotik istifadəçisi olub olmaması. Narkotik istifadəçisi olmuyor. İçki. Yəni mən deyirəm ki, bəlkə aralarında bir söz, söhbət, yəni çünki Kadir aylar önce Azərbaycanda olub. Onun burada olduğu müddətdə də sizin qızınız o vaxtdan yoxdur.
Yəni sizin qızınızın sizin evinizə gəlməməsi ki var ha. Neçə ay olur? Neçə ay əvvəl qızınız gəlib? 3 ay. Həmən qızınız ki gətirib uşağı sizin evə qoydu ha. Dedi ki mən baxın gəlib götürəcəm. Düzdürmü? Elə demişdi də sizə. Bax, həmən vaxt Kadir Yusuf da Azərbaycanda olubdu və ondan sonra da gəlməyibdi. Bir neçə gün qalıbdı Azərbaycanda və sonra da yox olub. Qızınız uşağı qoyduqdan sonra da qızınızla birlikdə bir neçə gün bir evdə qalıbdı. Qızınız Kübranın tanışlarından birinin evində. Qızınızın həyatı sizin üçün maraqlıdır. Mənim səsim gedəcək çünki mən efir aparıram, xanım. Siz bilirsiniz ki, bu verilişdə mən efir aparıram. Ona görə əlbəttə ki, mənim səsim efirə gedəcəkdir. Necə getməsin? Yəni, boş gedəsi deyil ki, mənim üzüm gedəsi deyil ki. Yəni, qızınızın həyatı sizin üçün maraqlıdır. Siz istəyirsiniz, mən yox, yəni mənim indi sizə verəcəyim xəbər ki var ha. Bir ana kimi bu sizə lazımdır. Siz ana kimi sizin üzünüz getmir. Düz deyil, dünənləri də getməmişdi. Yəni, gedib üzünüz dünən. Gedib Şahin. Yox, getməyib. Siz üzünüz getməyib. Belə də götürəndə, sizə bir söz deyim. O qızın şəklini verin. Apara bilir. Əlbəttə. Siz indi sizə bir söz deyil. Necə yəni qızınız, bir dəqiqə deyən Sevinç xanım. Kadir, yəni Yusuf, Kübranın həyat yoldaşıydı. Rəsmi və salam. Sizin onun həyat yoldaşı ilə bir yerdə qalmasından utanırsınız. Bəs onda nədir? Siz nəyə görə utanırsınız ki? Yox, deyirsiniz ki, mən onu evə, mən də bu qadın uşağı sizin yanınızda qoyub və ondan sonra bir neçə gün həyat yoldaşı ilə birlikdə tanış qadınlardan birinin evində qalıbdı. Bu sizə utanç vericidir. Sizə sual verirəm. Bu fakt sizə utanç vericidir? Yoxdur. Yox, siz onda niyə narahatsınız? Siz nəsə bilib məndən gizlədirsinizsə deyə bilmərəm. Mənim bildiyim məsələlərdə sizi utandıracaq heç nə yoxdur. Ağladacaq şeylər var. Utandıracaq heç nə yoxdur. Heç vaxt. Mən analara böyük hörmətim var. Və mən bugünə qədər bu studiyada, əgər mən Pərvanə kimi baxırdın da o verilişə, Pərvanə kimi gəlib tapıb çıxartdım, kimin evindən çıxartdım, onları əgər bu tamaşaçıya, övladları üçün demədimsə ki, deyə bilərdim reyting üçün, amma demədim. Səbəbi uşaqlar idi. Deməli, sizinkini də demərəm. Hörmətli Sevinç xanım, bu həyatda elə sirlər var ki, Həzrət Əlinin sözünü tez-tez təkrarlayıram efirdə. Elə sirlər var ki, onu gizləməyin özü savabdır. Açmağın yox. Belə də ki, qızınız həyat yoldaşı ilə birlikdə qalıb, yad bir kişi ilə yox. Sizi utandıracaq heç nə yoxdur. Sizi, Sevinç xanım, bir ana kimi narahat edəcək, ağladacaq şeylər var. Ki, qızınız 3 ay deyil, xəbəriniz yox.
Mən sizə bu xəbəri verəndən sonra siz nəvənizi sarılacaqsınız. Qoymayacaqsınız uşaq evində qalsın. Ona görə də səbirli olun. Hamı bilir ki, Kübra sizin qızınızdır. Düzdürmü? İmtina edə bilərsiniz ondan. Allah mən sizə bir şey deyim. Kübra xanım, heç kəs, nədir, üzr istəyirəm, Sevinç xanım, heç kəs bu cür hallardan sığortalanmayıb. Narahat olmayın. Bu da ona deyim. Bugün Kübra ilə bağlı ona elə bir xəbər verəcəyəm ki, 5 yaşlı Natiq. 5 yaşlı Natiq. İndi sual verəcəksiniz ki, Natiq hardadır? İndi sual verəcəksiniz ki, Natiq hardadır? Bu maşın Natiq üçün gəlib bura. Bugün onun deyəcəksiniz Natiq hardadır? Bugün aldığımız bütün xəbərlər məni ağlatdı. Kübra ilə də bağlı, Natiqlə də bağlı. Natiq bilirsiniz ki, 5 yaşı var. Mərdəkanda bir marketin önündən tapılıb. Onun anasının axtarışıyla çıxdıq bu yola. Qarşılaşdıqlarımız isə dəhşət idi. Natiq Türk vətəndaşı Kadırın, Yusuf'un oğludur. Ümumiyyətlə Kadır hardadır? Səma adıyla, amma əsl adı Kübra olan ana. Uşağı anasının evinə qoyur. Gəlib götürəcəm deyir və sonra da yoxa çıxır. Səni axtarıram saniyələr içərisində Kübra ilə bağlı araşdırmasını yekunlaşdırır. Saniyələr deyirəm. Təşəkkür edirəm tamaşaçılarımıza. Minnətdaram baxdığınız üçün. Mən sizdən enerji alıram, zövq alıram, güc alıram. Çünki həyatı boyu heç bir zaman mənə dəstək verən, arxamda dayanan insanlar olmayıb, ata-anamdan başqa. Bir dənə siz olmuşsunuz, tamaşaçılar, sadə insanlar, kasıb, bir tikə çörəyi əziyyətlərlə qazanan siz tamaşaçılar olmuşsunuz. Mənim uğursuzluqlarımda ata-anam kimi içdən gözyaşı tökmüsünüz. Bir də mənim rəhmətli ata-anam olubdur. Arxamda heç vaxt heç kəs olmayıb. Heç bir zaman kömək almamışam. Əksinə, hər zaman ayaqlarımdan çəkilibdir. Mən də yıxılmışam, sonra küllərimdən doğmuşam. Sizin dualarınız, sevginiz və ata-anamın duaları ilə, Allahın. Ümumiyyətlə bir şeyi bilmək lazımdır. Bunu heç vaxt unutmayın. Allahın yıxmağa qərar vermədiyi ana qədər kimsə kimsəni yıxa bilməz. Bəndələr mane olar, yolu uzadar, sənin qarşına daş atar, o daşı təmizləyənə qədər zamanın gedər. Amma Allah qərarı verməyibsə, sənin qələmini Allah qırmayıbsa, sən daim gedəcəksən. Yıxılaraq, çınqıllı yollardanmı, düz yollardanmı, amma gedəcəksən. Bu getdiyim yolda mənə yardım etdiyiniz üçün, baxdığınız üçün, mənə gücü və enerjini ata-anamdan sonra verdiyiniz üçün, mənim kasıb, sadə, mənim kimi zəhmətlə pulunu qazanan
əli açıq, ürəyi açıq, zehni açıq tamaşaçılarım. Minnətdaram sizə. Sizin sayənizdə dünən də mən saniyələr içində Kübranın araşdırmasını yekunlaşdırdım. Bu da nəyi göstərir? Milyonlarla tamaşaçının baxmasını. Hə, indi Kübra araşdırma nəticə. Sadəcə şok. Kanalı dəyişmirsiniz. Qısa bir aradan sonra davam edir.